Şeir məhsullarını mən ən çox ona görə sevirəm ki, bu bizim detoks üçün istifadə edəcəyimiz məhsullardır. Onda mən bunu yeməliyəm səhərdən axşama qədər. Bu silsiləvi şəkildə istifadə etməmiz əslində bizim daima cavan qalmamıza xidmət edə bilir. Ух ты, бестселлер. Эти продукты, они благотворно влияют на слизистую кишечника тех больных, которые перенесли химиотерапию и лучевую терапию. Saat neçədir indi? Bunu saatla mən içməliyəm ki, bunun nəticəsini mən görüm. Məndə 3 saatdan sonradır. Sizə baxarıq da Leyla xanım. Baxarıq. Bağırsaq ikinci beynimizdir əslində. Когда встречаешь человека с плохим настроением, с плохой миной, говоришь, слушай, сколько в тебе дерьма. И чтобы освободиться от этого, конкретно покупаем шейр и освобождаемся от дерьма. Пока я у тебя забыл спросить, ты какал? И его друг спрашивает, почему, говорит, он кричит на весь перрон? Да что он говорит, так выражает свою любовь. Потому что он знает, Значит, что он если я сегодня здоровый. какал, то я здоров, и у меня будет все хорошо. Шейр. Та-та-та-та-та-та-та. Шейк. Та-та-та-та-та-та-та. Песня Полат Бульбулоглы не случайно пришла мне в голову. Там был шейк, который говорил и подразумевал тряску. А я говорю шейр, потому что сегодня мы с этим красивым единорогом встретились в этом танце. Почему я танцую? Потому что я чувствую легкость. Я чувствую себя возвышенной, потому что я что сделала? Я уже определенное время сижу на уникальном продукте, который называется шейр. Хочу сделать небольшое отклонение в сторону малообразованных блогеров, которые слово уникальный, эксклюзивный применяют и разбрасываются им очень легко. В данном случае я хочу применить это слово непосредственно к продукту шейр, потому что шейр действительно уникальный продукт. И его символом является этот красивый единорог, тоже мифическое, мистическое, где-то феерическое существо, которое буквально уникально по своему созданию. Точно так же уникальным является этот продукт. А о продукте я буду говорить не сама. Сегодня у меня в студии два специалиста, которые решили меня поддержать, которые действительно разбираются в этом намного больше, чем я. Поэтому я, как профессионал в своем деле, пригласила профессионалов в своем деле. У нас в студии Лейла Зульфургарлы, это врач-диетолог с огромным багажом знаний, с огромным, как говорится, опытом с работами с пациентами, которых она выпускает красивыми такими слим, как этот единорог. И Юная Садлы, врач-гастроэнтеролог Национального онкологического центра. Сегодня эти две прекрасные дамы будут обсуждать всего лишь одну тему. Тема, которая касается красоты и здоровья для меня, как главного редактора PassAge, что касается анти-эйдж, и, конечно же, легкости, с которой я вот сейчас буду продолжать танцевать, а буду им задавать вопросы на родном азербайджанском языке, потому что все-таки продукт, наконец, в марте этого года прибыл в нашу страну. Немного истории. В 1989 году началась технология разработки ферментации фруктов. И в 2016 году эта технология стала проходить свое развитие в странах СНГ. И только в марте этого года мы увидели этот продукт на экранах и наших соцсетей, и, конечно же, на прилавках не магазинов. Это продукт, который могут рекомендовать лишь такие специалисты, которых я пригласила сегодня в студию. Итак, Лейла Hanım, siz bir diyetolog kimi, təcrübəli diyetolog kimi bu məhsuldan ümumi belə hələ bir faktlar siz bizə söyləyin. Biz biraz introduction eləyək. Bizim qonaqlarımız da bunu eşitsin, dinləsin. Təşəkkür edirəm. Çox dərin açılış etdiyinizə görə bu preparat haqqında. Doğrudan da bu bizim ölkəmiz üçün düşünürəm ki, həqiqətən lazımlı bir məhsullardır. Məhsullar seriyası da açığı. Çünki burada biz görürük nə? Sistematik şəkildə üçlü terapiyada rol ala bilən tərkiblər, preparatlar. Mən həkim diyetoloq olaraq, eyni zamanda anti-age mütəxəssisi olaraq, nədir anti-age? Yəni yaşlanmanı uzatmaq. Artıq dünyada bu bir dəb halını alıb, trendə çevrilib. Çünki çox illər
məhsullar bizim cavan ikən artıq yaşlanmış vəziyyətdə özümüzü görməyimizin səbəbi xroniki xəstəliklər idi və səhv həyat tərzi, bir də çox nutritlara olan ehtiyacımızın ödənməməsi idi. Amma Share produktları və bu məhsullar seriyası niyə görə çox lazımlı və maraqlı tərkiblərdir? Çünki məsələn birinci başlamaq istərdim Share orijinal məhsulundan ki, əslində bu Yapon gavalısıdır. Gedişatda mən çox dərindən danışacağam ki, fərqi nədir ümumiyyətlə? Yəni gavalı sözünə biz çox eşidə bilərik, ölkəmizdə Əlbəttə bəzən ki. bu məhsul əlçatan olub da, deyilmi? Bu Amma firmanın rəhbəri özü bu məhsulu birinci dəfə tanış olanda dedi ki, siz məni nə üçün nə ilə təəccübləndirirsiniz? Mən özüm deyir Ordubadlıyam, mən özüm deyir meyvə qurusunun ətrafında böyümüşəm. bəli. Amma Qonqonqda birinci dəfə bundan toxunanda bu məhsulla çox təəccüb qaldı. Ona görə də Azərbaycan bunu gətirdi. Yəni ona görə də mən daha çox aksent etmək istərdim bu hissəyə ki, bu məhsulların tərkibi, deyək ki, gavalı yoxsa Yapon gavalısı, yoxsa yəni Share orijinal. Nəyə görə bu? Çünki burada 30 ay ərzində fermentasiya olaraq tərkibin biyoyararlılığı daha çoxalır. Yəni bizim orqanizmimizə lazım olan nədir? Makroelementlər, mikroelementlər, vitamin, mineral və antioksidantlar. Amma orada bəzən biz meyvəni yeyəndə və yaxud elə əlçatan olan quru meyvələrin özünü yedikdə orada paralel olaraq glukoza, fruktoza və onun mayesi də orqanizmə daxil olur ki, bu zaman biz az ölçüdə ancaq qəbul edə bilirik. Amma burada biz makrodozanı ala bilirik, amma heç bir yan təsirlər görmədən. Yəni yan təsirlər dediyim nədir? Burada meteorizm ola bilər, orqanizm çox vaxtından qabaq doya bilər. Yəni 3-4 ədəd deyək ki, digər gavalını biz yeyəndə doya bilər. Amma burada günlük dozaya məsələn bir ədəd şamil olunubsa, burada düşünün çox böyük dozada biz o qida liflərini, yəni gündəlik orqanizmə lazım olan 30 qram qida lifidir. Onu almış oluruq. Dediyim ki, makroelementlər, vitaminlər və antioksidantlar almış oluruq. Əslində bu haqqında çox danışmaq olar. Mənim kolleqam da davam edəcək, bilirəm. Günay xanıma indi bir sual yarandı məndə. Leyla xanım bizdə dedi ki, bağırsaq qəbzliyi haqqında danışdı. Biraz istərdim bu məsələyə bir işıq saçasınız. Xroniki qəbizlik əslində bizim yəni populyasiyada çox geniş, yəni biz rast gəlirik gastroenteroloq olaraq. Ələxüsusda bu yaşlı insanlarda və şəkər xəstəliyi olan insanlarda, yaşlı insanlarda biz bilirik ki, orada hipodinamiya, yəni halları olur Atoniya. və bağırsağın motorikası, tonusu, yəni yaş bağlı olaraq da zəifləmiş olur və bir çox hallarda həkimlər tərəfindən işlədici dərmanlar təyin olunur və yaxud öz və qonşunun məsləhəti ilə Düzdür. Mən bunu elədim, dünə mən mən falan belə elədim, amma çox tərkibində də ona senna tərkibli olur və bir çox işlədici dərmanlarda öyrəşmə yaradır. Bu da daha çox bağırsaqda atonik durumlara gətirib çıxarır. İllər keçdikcə bu vəziyyətin daha da ağırlaşmasına səbəb Lenivi olur. kişeçnik. Lenivi, tənbəl bağırsaq sindromuna Tənbəl gətirib bağırsaq. çıxarır. Amma bu preparatlardan, daha doğrusu bu məhsullardan biz təbii vasitələrdən istifadə edərək biz həmin bu xroniki qəbizliyə kömək etmiş və müalicə etmiş oluruq. Çünki məsəl üçün burada elə Share Original və Pomilazinini də qeyd etsək, hətta bu içki Share Aquadora'nı da istifadə etdikdə bunun tərkibində yəni olan maddələr, olan məhsullar bağırsağın evakuasiyasını yüngülləşdirməyə gətirib çıxarır. Amma bu yüngülləşdirməklə bərabər biz lazımı olan nutriyentləri itirmirik. Digər işlədiciləri işlətdiyimiz kimi. Və bundan əlavə də biz öz mikrobiotamızın vəziyyətini yaxşılaşdırmış oluruq. Çünki bunların tərkibində olan prebiotiklər, probiotiklər bizim mikrobiotamızı yaxşılaşdırmaqla ümumi əhval ruhiyyəmizi, immun statusumuzu yaxşılaşdırmağa gətirib çıxarır. Faktiki gerontoloji, gastroenterologiyadan biz danışdıq. Çünki çox mühüm bir məsələdir. Çox böyük miqdarda, çox böyük sayda sizə deyəsən, mənim anam da sizin pasiyentinizdir.
Ona görə də mən özüm müşahidə edirəm mamanın sizinlə ünsiyyətində bu açılışları siz ona söyləyirsiniz. Mən də çox təəccüb qalıram ki, bunun mən nəticələrini görürəm. Biz hər zaman onu qrafiklə qəbul edirik. Bir kursla, seansla bunu qəbul edərkən mən bu nəticələri görürəm. Nərmin xanım, bir də onu deyim ki, bu Hipokrat demişkən, biz nə yeyiriksə biz oyuq. Bəli. Bizim də bağırsağımızın vəziyyəti bizim ümumi əhval-ruhiyyəmizə də çox böyük təsir edir. Və o ikincili yaranan depressiv hallar, hansı ki, yaşlı insanlarda bu daha çox olur. O da gətirir, çıxarır ki, yenə də motorikanın zəifliyi Tamamilə və düzdür. ikincili bu bir ruslar deyir, poroçni kruq olaraq o qəbizlik davam edir. Ona görə belə məhsulları istifadə edərək biz həm ümumi biz sağlamlığımızı yaxşılaşdırırıq, həm o detoksikasiya Bəli, proses. edərək doktorun dediyi kimi anti-age yəni proseslərə start vermiş oluruq. Nə gözəl fikir söylüyorsunuz. Хочу произнести фразу древних китайских философов. Они говорили, ищите все свои болезни на дне своей тарелки. Поэтому у нас говорят врачи. И еще раз обращаемся к нашему dietologu. O zaman mən elə keçid eləmək istirdim ikinci çox mühüm tərkibimiz olan Share Pamilazina məhsuluna. Yəni bu ardıcıllığı çox gözəl şəkildə təmin edir. Çünki Bu mən boyda dedim böyük bəli, pameladan Pamela meyvəsindən, 4 sitrus dənə bu meyvəsidir. pameladan. 4 dənə bu meyvənin demək ki qabığı, məti, toxumu, yəni hər bir məsələsi sanki əzilib və sonradan o fermentləşib və oksigensiz mühitdə. Bu çox mühüm məsələdir. Çünki oksigensiz mühitdə bunun fermentasiya olması bilirsiniz analoji da hansı məsələyə? Məsələn biz hansısa kələm turşusu və s. edəndə onlar 3 gündən çox fermentasiya ola bilmir. Çünki onu çox uzun müddət etsək, o əks tərsinə oksidləşməni aktivləşdirə bilər. Yəni oksigenli mühit sonra səhv məqamlar da yarada bilər. Amma Pamelazina'nın texnologiyasında elə üstünlüklər var ki, o fermentasiya prosesində dediyim kimi oksigensiz mühitdə fermentasiya olub və bu bizə nə verir? Özəlliklə bunu çox vurğulamaq istərdim Nərmin xanım. Çünki mən adətən praktikamda, yəni həkim dietoloq adının hərfi mənada çalışıram doğrulduğumda. Yəni bilirsiniz burada arıqlamaq üçün o qədər səhv məsələlər var. İndi mən toxunmayım ora. Arıqlama kapsulu və s. və ilax nə qədər gedirlər. Amma həmişə daha natural tərkiblərlə işləməyə üstünlük vermişəm. Çünki bizim sağlam rasional dietologiya elmində bizim balanslı qidalamaya ehtiyacımız var. Bu doğru tərkiblərdir. İndi toxunacağam ora. Demək, burada olan sitrus meyvəsidir, bilirik Pamela meyvəsi. O çox böyük dozada vitamin C-ni verir bizə. Və nəticədə bizim demək ki, arıqlamamıza təsiri ola bilir. Çünki vacib, məsələn, anti-age terapiyalarda da biz vitamin C ən əsas antioksidant kimi daxil edirik menümüzdə. Və bizi uzun müddət tox saxlaya bilir. Ki, bunun altını çizərək demək istəyirəm. Çünki Bunu nə başı? yeyəndə üstündən su içmək lazımdır. Mütləq suyu elə ona gətirmək. Çünki 4 ədəd elə bilin Pamela meyvəsinin sıxışdırılmış, yəni onun tərkibinin dediyim kimi suyu, qlukozası və s. oradan çıxardılmış. Amma əsas o maddələr qalan hissə ki, bizə orqanizmə daxil etdikdən sonra və sonra onun üzərində 40 dərəcə temperaturda, yəni bədən temperaturumuza yaxın bir temperaturda müayinə daxil etdikdə o məhsulun ingrediyentləri su ilə təmasda olur və sonradan o həcmi artaraq mədəmizin həcmində yer tutur və bu bizi doyma xüsusiyyətini verir. Yəni biz vacib maddəni qəbul edərək doya bilirik və doyduğumuza görə də tərkib nədir? Tək karbohidrat vermir bizə. Bu eyni zamanda amin turşularını da orqanizmamıza ödəmiş olur ki, biz arıqladıqda artıq doğru arıqlaya bilirik. Yəni sarkopeniya, əzələ itkisi və s. baş verməyə bilir. Sonra dediyim kimi məsələn LDL, pis xolesterol arta bilir çox kök insanlarda, ikinci tip diabetik mərhələni aktivləşdirən insulin çoxalır, glukoza çoxalır və s. Bunların hamısını neytrallaşdıra bilir ki, şəxsən mənim Share Pamela məhsulu daha çox favoritimdir. Ух ты, bestseller. Günay xanım, bəs o Yapon slivasını göstərərdiniz də tamaşaçılara. Onun həcmini, bu balaca bir... Balaca bir meyvədir. Ya bu meyvənin də, yəni bu dənəsində, yəni B17 vitamini
yəni tərkibində var ki, bilirik ki, B17 də kanser əleyhinə, xərçəng əleyhinə, yəni vitaminlərdən hesab olunur. Ümumiyyətcə də bu preparat öz şirəsində oksigensiz şəraitdə fermentasiya olunur 30 ay ərzində. Bu təxmini 2 il yarım vaxtda və bayaq doktor da dediyi kimi o kvaşını kələmdən fərqli olaraq biz onu 2 gün otaq temperaturunda fermentasiya eləyib soyuducuya qaldırırıq ki, çünki xarab ola bilir, əlavə bakteriyalar alınır. Amma bu şəraitdə fermentasiya olunmuş məhsullarda bizə yalnız bağırsağımızın mikrobiotasını, yəni yaxşılaşdırmaq üçün yalnız xeyirli bakteriyalar Əlbəttə ki, yəni hətta təmin biz etmiş oluruq. gecə vaxtı kefir içirik, başqa bir probiotiklar axtarırıq, harda onlar var, amma biz bilmirik hansı inəkdən bu sağılıb, hansı onlarda bəlkə viruslar, problemlər var. Və yaxud Amma bir tərkibdə probiotikdir, burada isə simbiotik. Simbiotik məsələsi. Hətta Günay xanım, mən sizdən istəyirdim soruşum. Onkoloji xəstəliklərin müalicəsində bizim şeir məhsulumuz hansı Nə kimi təsir? rol oynayır? Bəli. Biz bilirik ki, onkoloji xəstəliklərin müalicəsində istifadə olunan metodlardan ximioterapiya, şua terapiyası istifadə olunur və bu müalicələrin gedişatında ən mühüm ağırlaşmalardan biri seyirli qişaların iltihaplaşması olur, mukozit deyilir və biz bu müalicələrin gedişatında da öz tərəfimizdən, gastroenteroloji tərəfdən dəstək veririk hər zaman belə xəstələrə və burada yəni məqsəd seyirli qişaların bərpasıdır. Seyirli qişaların bərpasında bu məhsullarda tərkiblərində olan butiratlar, qısa zəncirli yağ turşuları çox mühüm rol oynayır. Bu bağırsaq baryerini bərpasına gətirib çıxarır. Onun üçün də istifadəsi əslində tövsiyə olunur. Yəni yeri Çox var. maraqlı və çox önəmli bir məlumat verirsiniz siz bizə. Şeir Aquador, qızıl su adlanır. Bu qızıl sudan nə deyə bilərsiniz? Şeir Aquador'un hazırlanmasında 24-dən artıq tərəvəz və meyvədən istifadə olunub. Bunlar hamısı da orqanizm üçün çox faydalı və təkrar etmək olmasın, amma mikrobiotanın yaxşılaşdırılması üçün prebiotik və probiotik təsir göstərən məhsullardır. Bundan əlavə antioksidant təsiri çoxdur. Tərkibində olan blueberry, raspberry, klukva kimi gilə meyvələr, Üzüm. bunlar hamısı aloe olsun, papaya olsun, kurkumin, bunlar hamısı həm metabolizmi sürətləndirir, mübadilə proseslərini sürətləndirir. Çox zəngin cədvəldir. Və burada bağırsaqda olan prosesləri sürətləndirməklə, yaxşılaşdırmaqla həm də ümumi vəziyyəti hepatobiliar sistemə də təsir Mən göstərir. əlavə etmək istərdim. Hər üç preparatın əslində silsiləvi nə baş verir? Detoks. Daha çox bilirsiniz, detoks sözünü çox eşidə bilər insanlar, amma bu o qədər çox biokimyəvi vacib bir prosesdir ki, orqanizmdə bütün müalicələrdə, konservdən tutmuş, gastroenterologiya, endokrinologiya, bütün xroniki xəstəliklərin müalicəsində birinci başlaması gerəkən terapiyalar toplumudur və şeir məhsullarını mən ən çox ona görə sevirəm ki, bu bizim detoks üçün istifadə edəcəyimiz məhsullardır. Çünki detoks nədir? Qaraciyərin faz 1, faz 2, faz 3 detoksifikasiya prosesi var ki, bu zaman faz 1-də biz Yaponiya valsı dediyimiz preparatlı məhsulla başlaya bilirik. Qaraciyərin faz 1 mərhələsini aktivləşdiririk. Sonra faz 2 mərhələ daha mühüm bir mərhələdir. Biokimyəvi proses olaraq. Orada bizim şeir pomelo meyvəsindən olan məhsulumuz. Üçüncü xəttdə olan şeir Aquador məhsulunda isə 24 dənə vacib deyək ki, ingrediyentlərin olması düşünürəm bu təsadüfi düşünülməyib. Bu silsiləvi müalicə
predmetinin çox gözəl niyet Nə gözəl. sonluğudur ki, burada məsələn brokoli nə verir bizə? Bu bizim estrogen metabolitlərindən təmizləməmiz üçün çox mühüm 3-cü faz detoksikasiyanı aktivləşdirir. Məsələn orada indol 3 maddəsi var, ispanak var tərkibində. Bu dəmir maddəsinə olan ehtiyacımızı ödəyir ki, bu da immun göstəricilərimizi çoxaldır və digər orada blueberry, nar və üzüm tərkibi olması da bu çox böyük antioksidantlar toplumudur ki, bu da dediyim kimi anti-age xüsusiyyətlərimizi önə çıxardır. Məsələn, son dövrlər dəb olan hüceyrə səviyyəsində biz mitoxondrial cavanlaşma deyirik. Yəni mitofaji prosesini aktivləşdirmək üçün bizə NAD, nikotinamin trifosfat turşusu ki, bu Oy, nə var gözəl, burada. nad var orada. Çünki B3 niyatin var. Niyatin, Oo. NAD əslində B3 vitaminin çevrilməsidir. Bəli. Sarda orada NMN-i aktivləşdirmir, amma özü var. Yəni onu daha çox istifadə etməmiz, yəni bu silsiləvi şəkildə istifadə etməmiz əslində bizim daima cavan qalmamıza xidmət edə bilir. Nə gözəl. Günay xanım, əks göstərişlər varmı? Çünki mən oxuyanda mən belə bir orada məsələyə toxundum ki, hipertenziya olanlar, hamilə olanlar Bəli. Belə bir cüzi Arterial hipertenziya hamiləlikdə təbii ki, uşaq kontingentində, pediatrik kontingentdə burada dozasına fikir vermək lazımdır. Bir də doza. gastroenteroloji bir tərəfdən xoraq xəstəlikləri olan xəstələrdə, yəni buna diqqətlə yanaşmaq lazımdır. İlk öncə əsas xəstəliyi, kəskinləşmiş xəstəliyi müalicəsindən sonra istifadə etmək olar. uşaqların dizbakteriozunda rol oynayırmı? Bir də bunu sizin bu sualınıza bir məqam yadıma düşdü. Ən çox uşaqlarda biz parazitozlar və gilmintlər Çox gözəl. şikayətlərlə müraciət Antigilmintoz. edirlər. Bu məhsulların antigilmint təsiri var. Çox önəmli bir şeydir. Uşaqlar çox tez mamaşalar gətirirlər uşaqları, bilmirlər nə ilə bunu çıxartmaq lazımdır. Çünki tərkibində kurkumin də var. Dediyimiz kimi sarkök vardı ki, o orat düsturuna görə antioksidant oranı ən yüksək pillədə duran antioksidantlar seriyasındandır və sarkökün, kurkuminin tərkibində antihelmint bir hissəmiz də var. Ki nə qədər unikal bir tərkiblərdir. Doğrudan. Поскольку Гюнай Ханум представляет Национальный онкологический центр Азербайджана и является врачом-гастроэнтерологом именно этого центра, именно к вам этот вопрос, насколько наш ферментированный продукт Share полезен в использовании с онкологическими заболеваниями? Эти продукты, они благотворно влияют на слизистую кишечника тех больных, которые перенесли химиотерапию и лучевую терапию. Бутираты, которые содержатся особенно в продукте помелазине, это короткоцепочечные жирные кислоты, они регенерируют, способствуют регенерации слизистых кишечника и восстановлению слизистого барьера. Прекрасный ответ, потому что я читала очень много кейсов по направлению этого продукта, и очень многие именно онкобольные писали о том, что им просто сами врачи выписывали его как пищевой продукт, потому что это не БАД, это настоящий продукт. Да. Компания Fermenta Lab основывается на официальных сертификатах, созданной нашей компанией Actia и также со швейцарской стороны, полностью сертифицированный продукт, который представляет собой настоящий продукт. Это не БАДы, это не пищевые добавки, это сам настоящий продукт, который можно сорвать с дерева, но никто бы не догадался, пока он не превратился в такой ферментированный продукт, который помогает нам продлевать жизнь и оставаться бодрыми и здоровыми. Лейла Ханум имеет непосредственный опыт работы в Швейцарии. Да. Вот вообще это было бы прекрасно, если бы именно от Лейлы Ханум мы услышали бы что-то о Швейцарии. Bəli, təşəkkür edirəm Nərmin xanım. Bəli, belə bir təcrübəm olub və mən çox təəccüblənmişəm ki, İsveçrə, Şveytsariya elə bir ölkələr seriyasındandır ki, orada doğrudan da hansısa xəstəliklə həyatının, yəni bioloji ölümün tezləşməsini gözləmirlər. Orada ən yüksək yaşlarında belə onkoloji xəstəliklərdə gözəl müalicələr tərtib olunur. Bunun üçün təbii ki, oranın Alp dağlarının ətəyində olan oksigenin yüksək dozada olması da təsir edir və eyni zamanda təsadüfi deyil ki, belə məhsulların ixtirası
iftirası da məsələn o ölkədə baş verib. Çox ciddi detokslarla işləyirlər. Yəni dediyim kimi detoksların aktivləşməsi üçün çalışırlar və mənim oradan tanıdığım professor Rain var idi. O qədər yəni Amerikadakı ştatlardan, Avropanın müxtəlif ölkələrindən ona 1 ay, 2 ay ömrü bitəcək diaqnozu qoyulan pasientlər gəlib və illərlə hətta yaşayırdılar. Belə bir bizim danışımımız olmuşdu, görüşmüşdüm və ona görə də mən heç təəccüblənmədim belə bir məhsullar seriyasının məhz İsveçrənin istehsalı olduğuna görə. Çünki orada sözün əsl mənasında anti-age, detoks mərkəzləri, doğru müalicəli, yəni profilaktik müalicələr toplumu olan bir ölkədir və ona görə də belə məhsullar hər ən ağır xəstəliklərdə belə təsadüf deyil ki, onkoloji xəstəliklərdə onko xəstələrə təyinatı verilən məhsullardır və tərkibini də biz analiz edəndə heyran qalırıq ki, hətta burada B17 maddəsi var. Sitrus meyvələrinin nə dərəcədə böyük dozada verilə bilər ki, çünki tərkibində gluten də yoxdur. Və biz bilirik gluten, kazein, glukoza əslində kanser hüceyrələrinin ən çox sevdiyi maddələrdir. Ona görə də bəzi preparatların hətta dərmanlar ola bilər, badlar ola bilər, çox məhsullarda onların örtüyü glutenlə yəni işlənilir. Çox unikal bir tərkib preparat hətta ola bilər, amma onun örtüyündə az da olsa gluten istifadə olunur biyoyararlılığını uzun müddət saxlamaq üçün. Amma belə məhsulların biyoyararlılığı uzun müddətlidir, amma burada heç bir gluten də yoxdur. Yəni dediyim kimi glukoza azaldılıb. Təbii məhsullar, məsələn gilə meyvələr var, tərəvəzlər var. Onların da bitki tərkibli şəkəri ola bilər, amma onlar belə azaldılıb. O yüzdən də sözün əsl mənasında bir açılış oldu bizim için. Bir ixtira kimi ki belə məhsullar əlçatan oldu, nə gözəl. Siz bundan artıq attınız? Birini istifadə elədim. Bəli, çox gözəl dadı da var. Onda mən də içim. Saat neçədir indi? Bunu saatla mən içməliyəm ki, bunun nəticəsini mən görürüm. Mən də 3 saatdan sonradır. Sizə baxarıq da Leyla xanım. Baxarıq. Вся же жизнь наша связана с кишечником. Да. То есть, если у тебя, как говорится, свободный и легкий кишечник, у тебя также и очищаются мысли. Очистив кишечник, ты очищаешь мысли. Bağırsaq ikinci beynimizdir əslində. Вот Наполеон, когда выбирал своих солдатов, он спрашивал, как ты идешь в туалет, как идет в туалет. Да, и такое оттуда да, если, значит, все нормально, значит, все нормально, кушает, значит, есть хороший аппетит, и, значит, есть силы, чтобы бороться, чтобы воевать. Есть такой известный анекдот, когда 2 старика сели в поезд и уже отчаливают с перрона, а провожающий сын кричит: «Папа, пока, я у тебя забыл спросить, ты какал?» И его друг спрашивает, почему, говорит, он кричит на весь перрон? Да что он говорит, так выражает свою любовь, потому что он знает, что если я сегодня какал, то я здоров, и у меня будет все хорошо. Да. Отлично. Желаем всем. Конечно, эвакуация, испражнение, это все акт дефекации, это совершенно нормальное явление. Tamamilə doğrudur əslində. Конечно, мы ничего сложного О не котором сказали. многие стыдятся говорить, Да. но это проблема на самом деле. Так когда встречаешь человека с плохим настроением, с плохой миной, говоришь, слушай, сколько в тебе дерьма. Это же не просто так говорят. И чтобы освободиться от этого, конкретно покупаем шейр и освобождаемся от дерьма. А еще вот хотелось бы упомянуть, что там есть в составе есть пектин. Это хорошая клетчатка, да? Тоже яблочный пектин, да. Да, яблочный пектин. Он и сорбент, вот как Абсорбент. раз-таки от токсинов, от всяких вот этих вирусов, бактерий. Он сорбирует на себе и выводит, да? И пектин, если мы говорим о клетчатке, есть растворимая, нерастворимая клетчатка. Да. Та клетчатка, которую обычно многие используют, чтобы улучшить транзит кишечника, обычно она, если превысить ее дозу, она наоборот начинает пучить, газ образуется, что усугубляет основной процесс. А тут яблочный пектин, он более мягкий, он с организмом хорошо воспринимается, поэтому вот эти побочные действия, они не имеют места при использовании данного продукта.
придя в магазин за этим продуктом, они просто могут мешками брать, потому что лечение будет выписываться от 1 до 3 месяцев. Это курс лечения, который действительно вот берешь этот мешок на спину и как Дед Мороз уходишь. У них даже есть Да. специальные сумочки. Я думаю, что Вместо конфет это можно- большой прорыв. Один Share Original равноценен в эквивалентном соотношении 15 килограммам квашеной капусты. Share məhsulun ən mühüm aspektləri. Mənim üçün bilirsiniz nədir bu Nərmin xanım? Mənə görə həmişə birinci sağlam hüceyrədir. Çünki biz mitoxondrial dəstək veririk. IV terapiyalarımız var bilirsiniz. Detoks fazlarını işləyəndə IV terapiyalar, dəstək terapiyalar çox məqamlar lazım olur və buna görə də mən məhsulları sevdim. Burada hüceyrə dəstəyi var. Bir, yəni sağlam hüceyrə önəmlidir. İkinci, mikrobiotunu çalışdırmaq üçün bağırsağa dəstəyi var, simbiotiklər var. Üçüncü isə neyronlarımız sağlam qala bilir ki, Oo, ən onda əsası. qidalandıran vacib maddələr var. Günay xanım, 3 главных преимущества продуктов Share. Продукты Share воздействуют на ось микробиота печень, воздействуют на ось микробиота gut brain. Третий улучшает, тем самым вместе взят, улучшает иммунный статус. Bəs gözəllik üçün bunun əhəmiyyəti var? Gözəllik üçün də 3 mühüm üstünlük deyə bilərəm Nərmin xanım. Birinci, Pamela meyvəsini istifadə etdikcə tərkibindəki çox böyük dozada vitamin C var. O bizim daxili kollagenlərimizin stimulyasiyasını sürətləndirir və hər kəs bilməlidir ki, 35 yaş sonrası biz kollagenlərimizi 1% hər il itirmək qorxusundayıq. Belə bir təhlükədəyik. O yüzden də bu meyvə uyğun gəlir. İkinci məsələ antielementdir, antitoksindir, antiparazitar təsiri var bu məhsulların və ona görə də bizim dərimizin sağlam qalmasına xidmət edə bilir. Onda mən bunu yeməliyəm səhərdən axşama qədər. Və üçüncü üstünlük, biz bilirik ki, xanımlar həmişə gözəl olmaq istəyəndə onları bəzən ödem faktoru narahat edir. Ümumiyyətlə, mən pasiyentlərim arasında gündəlik ən çox eşitdiyim şikayətlər budur. Və bu məhsullar ödemləşmə sindromunu da aradan götürə bilir və özəlliklə üzümüzün şişməsi, şişkinliyi, yatırlar səhər yuxudan durub görürlər ki, çox şişmiş vəziyyətdədirlər, onun da qarşısını alır. Təşəkkürümü bildirmək istəyərdim ki sizə, çünki siz peşə intellektinizi bizə ayırdınız, mənə kömək elədiniz. Çünki sizin təcrübəniz mənim üçün çox önəmlidir və bizim tamaşaçılar üçün, dinləyicilər üçün də çox önəmli bir məlumatdır. Çünki məlumat bir sürprizdir. Bu da sürpriz kimi bizə sağ ol desin, bizim simvolumuzdur. Bunu içirik, Və yeyirik. Rəngi də sarıdır, serotonin rəngindədir. Antidepressantdır da bu. Antidepressantdır, bəli. Bu narıncı rəng. Beta-karotin, serotonin. Tak ki çox sağ olun, çox sağ olun gəlmənizə Siz sağ görə. olun dəvətiniz sağ olun. üçün. Məsləhət görürük, hamımız bundan istifadə edək, hamımız yüngüllük hiss edək. Гениально. Да. Какие у меня умные девочки. Ой, как хорошо, что я вас привела сегодня. Я бы вообще не выкрутилась бы в этом дерьме. Опять возвращаемся в dərmo. Xeyr məhsullarını mən ən çox ona görə sevirəm ki, bu bizim detoks üçün istifadə edəcəyimiz məhsullardır. Onda mən bunu yeməliyəm səhərdən axşama qədər. Bu silsiləvi şəkildə istifadə etməmiz əslində bizim daimə cavan qalmamıza xidmət edə bilir. Ух ты, бестселлер. Эти продукты, они благотворно влияют на слизистую кишечника тех больных, которые перенесли химиотерапию и лучевую терапию. Saat neçədir indi? Bunu saatla mən içməliyəm ki, bunun nəticəsini mən görüm. Məndə 3 saatdan sonradır. Sizə baxarıq da Leyla xanım. Bağırsaq ikinci beynimizdir əslində. Когда встречаешь человека с плохим настроением, с плохой миной, говоришь, слушай, сколько в тебе дерьма. И чтобы освободиться от этого, конкретно покупаем Share и освобождаемся от дерьма. Пока, я у тебя забыл спросить, ты какал? И его друг спрашивает, почему, говорит, он кричит на весь перрон? Да что он говорит, так выражает свою любовь. Потому что он знает, Значит, что он если я сегодня здоровый. какал, то я здоров, и у меня будет все хорошо.